Rabbi şuhada və siddiqin. Allahümmə salli ala Muhammedin və ali Muhammed və accil fərəcəhum. Salam dəyərli izləyicilər, hər vaxtınız xeyir olsun. Bir daha sizləri Səqifədən şəhadətə verilişində xoş gördük. Allah Teala bizləri anamız Həzrəti Zəhra salamullahi aleyhanın şəfaatindən binəsib etməsin inşallah və bu əzalı, hüzünlü günlərlə bağlı bir daha hər birinizə başsağlığı veririk. Allah Teala əzadarlıqlarınızı ali dərəcədə qəbul etsin. Dəyərli izləyicilər, bununla artıq neçənci verilişimizdir ki, bu Səqifədən şəhadətə verilişimiz baş tutur. Çox şükür Allaha ki, həqiqətən də ustadımız çox dəyərli, lazımlı mətləbləri qeyd edir və ötən verilişimizdə də yadınızdadırsa, ustadımız nə üçün Mədinə əhalisinin xilafətin bir növ qəsb edilməsinə, mühacirlər tərəfindən ələ keçirilməsinə etiraz etməməsi haqqında söhbət etdi və bunun əlbəttə bir neçə dənə şaxələri var idi ki, ustad onlar haqqında danışdı. Onlardan biri bu idi ki, o vaxtı bilirsiniz ki, ərəb qəbilələrində İnsanlar ancaq qəbilə başçısının sözünə qulaq asırdılar. Əgər qəbilə başçısı İslamı qəbul etsəydilər, edərdilər. Qəbilə başçısı dindən çıxsaydı, bunlar da hamısı kütləvi şəkildə dindən çıxardı. Yəni, səbəblərindən biri bu idi ki, Mədinə əhalisinin, mühacirlərin xilafəti ilə barışmasının başçılar onlarla beyyət etdi. Cəmaət də məcbur qaldı. Əbu Bəkirlə beyyət etdilər ki, ustadımız bu haqda ətraflı danışdı. Və bugün isə inşallah ustadımız yeni bir mövzu ətrafında, yəni başqa bir sual ətrafında inşallah verilişimizdə haqqında danışacaq. O da budur ki, Əbu Bəkir və Ömərin öz hökumətlərinin, belə deyək də, sütunlarını tez bir zamanda necə bacardılar ki, möhkəmləndirsinlər. Yəni, uzun bir müddət keçmədi. Çox qısa bir fasilədə öz hökumətlərini möhkəmləndirə bildilər. Həqiqətən də maraqlı bir mövzu olacaq inşallah. Dəyərli ustadımız bu haqda ətraflı məlumatlar verəcək. Studiyamızın həmişə olduğu kimi daimi qonağı cənab Höccətul İslam Atabəy Binyətovdur. Salam əleykum ustad, hər vaxtınız xeyir olsun. Bu əzalı günlərlə bağlı bir daha sizə də başsağlığı veririk. Aleyküm salam və rəhmətullah. Çox sağ olun, təşəkkür edirəm. Mən də öz növbəmdə bir daha sizə və dəyərli izləyicilərə başsağlığı diləyirəm. Allah Teala inşallah axirətdə bizlərə Xanım Zəhranın, salamullahi aleyhanın şəfaətini nəsib eləsin inşallah. Amin inşallah ustad, Allah razı olsun. Təşəkkür edirik sizə, var olasınız. Ustad bayaq da qeyd etdik ki, sualımız bundan ibarət olacaq ki, Əbu Bəkirlə Ömər Səqifədə ki, xilafəti qəsb etdilər. Yəni bu qəsb olunmuş hökumətin sütunlarını, əsaslarını necə oldu ki, necə bacardılar? Yəni bunlar tez bir zamanda, belə bir qısa vaxtda bunun sütunlarını möhkəmləndirdilər. Yəni hansı səbəbləri əsasən oldu bu? Bismillahirrahmanirrahim və bihi nəstəin innəhu xeyru nasirin və mu'in. Bilirsiniz, Səqifə başlayandan ta bunlar bir neçə gün ərzində bir neçə addım atdılar ki, öz xilafətin bərkitdilər bu vasitələrlə. Birinci məsələ bundan ibarətdir ki, bunlar elə Səqifə anında Əbu Bəkir müğalitə elədi. Bir siyasi bir müğalitə elədi ki, bəzi sadəlöv ənsardan olan insanları razı sala bildi. Onlar ki, qabaqda olan insanlar idi ki, siyasi bir onları səhvə salma nəticəsində. Bəzi kəlmələrdən işlətdi. Ümumiyyətlə, çox məsələlər səbəb oldu. Onun biri siyasi müğalitə deyirlər ki, bəzi sözlər işlətdi ki, bəzi sadə və bəsirətsiz orada olan ənsar buna allandı. Biri bu idi ki, keçən verilişlərdə biz buna işarə elədik ki, Əbu Bəkirin bu iddiası ki, onları qane edə bildi bəzilərin ki, Peyğəmbər pəs Qureyşdəndir. Əgər nübüvvət və peyğəmbərlik Qureyşdən olsa, imamət və xilafət, yəni xəlifə qeyri Qureyş olsa, yəni başqa bir tayfadan olsa, Qureyş bunu qəbul etməyəcək. Ona görə də biz də Qureyşdənik, bəs imamət də bizdən olmalıdır. Baxın, sözü bu cür oldu. وَالْعَرَبُ لَا تَرْضَ أَنْ يُعَمَّرَكُمْ وَنَبِيهَا مِنْ غَيْرِكُمْ
Velakinne yuammirun men kanetin nubuvve minhum nahnu min Qureyşin vel eimmetu minna. Burada hamısın onlara bu Ensabul Əşraf kitabının 1-ci cildinin 583-cü səhifəsində gəlib və digər kitablarda Kitab-ur Rəddə 39-cu səhifəsində və Ət-Təbəqatul Kubra kitabının 2-ci cildinin 269-cu səhifəsində buna işarə ediblər ki, bəs Əbu Bəkir burada bir siyasi müğaltı elədi və bəzi insanlar ki var idi, məxsusən orada Ənsardan olan bəzi insanlar vardı ki, bu sadəlövhliyə buna təsirləndilər və onlar da qayıtdılar bundan sonra bu məsələyə tez büruzə verdilər. Bəşir bin Səd o cümlədən o dostlarına baxaraq buyurdu ki, dedi ki, ey cəmaat, agah olun, Muhammed salavatullah sallallahu aleyhi və səlləm Qureyşdəndir. Və Peyğəmbər salavatullahın yaxınları digər şəxslərdən də əvvəl bu işə, hər bir şeyə yaxınlıq, yəni qohumluq üçün daha da layiqdilər, daha da ləyaqətlidirlər. And olsun Allaha ki, mən and içirəm Allaha, o günə gətirməyin ki, biz onlarla davaya qalxaq. Yəni, nə badə bir iş görəsiniz ki, biz Qureyşlə davaya qalxaq. Çünki onlar Peyğəmbərin yaxınlarıdır, Qureyş tayfasındandılar. Bəs buna əsasən Allahdan qorxun və bu xilafət məsələsində Əbu Bəkirlə müxalifət etməyin. Onu təsir altına saldı və bu da həmən Bəşir bin Səd avtomatik təsirlənərək birinci öz qövmünə, yəni orada olan Səqifədə olan Ənsara orada bunu işarə edir ki, nə badə Əbu Bəkirdən müxalifət edəsiniz. Niyə? Çünki o Peyğəmbər nəslində, o Peyğəmbərlə Qureyş tayfasındandır, onlara yaxındılar, qohumdur. Məxsusən bilirsə, Əbu Bəkir də Peyğəmbər salavatullahın qaynatasıdır filan bəsməkan. Bu Əbu Bəkirin siyasi müğaltəsi bunları allatdı. Amma burada bir şeyə diqqət etmədilər ki, əgər qohumluq baxımından, Qureyş baxımından bu məsələ imamətə ləyaqət var idisə, Əli əleyhissalam həm şər'i baxımından ilahi tərəfindən təyin olunmuş bir imam idi, xəlifə idi. İkincisi, əgər qohumluq barəsində əgər fikirləşirdinizsə, Bəni Haşim, yəni Peyğəmbər salavatullahın yaxınları Əbu Bəkirdən də daha buna layiq idi. Həm şər'i baxımından, həm də ki, qohumluq baxımından İmam Əli əleyhissalam, yəni Bəni Haşimdən olan bəzi şəxslər daha da buna layiqdir. Sadəcə orada Əbu Bəkirin bir dənə siyasi müğaltəsi bunları səhvə apardı və bunlar bu səhvə əməl etdilər və bunlar səhvə düşdülər. Bəli, Ustad, hətta çox gözəl nöqtəni qeyd etdiniz də. Əgər qohumluq olsaydı, Əli əleyhissalam gələcək qan qohumu idi. Doğma əmisi olurdu. Əbu Bəkir ki, qan qohumu deyildi. Hərçənd ki, Qureyşdəndir. Amma Həzrət Əlinin yaxınlığı daha çox idi, daha üstündür və bundan əlavə açıq-aşkar Peyğəmbərin öz sağlığındakı Həzrət Əlinin özündən sonra təyin etməsi dəfələrlə. Bəli, Qədirxum ondan qabaqki bir neçə hadisədə, yəni bunları bəzi hara qoydular bunlar. Və bunları niyə belə deyək də göz qabağına gətirmədilər, ancaq elə bəzi məsələləri orada qabartdılar. Bilirsiniz, bunlar ki, mühacir ki, hədəflə bu sözü deyirdi, özləri xilafətə çatsın deyini bəzi dəlillər gətirirdilər. Ənsar da bəzən sadəlövhlük elədi. Bəzən elə bir mühit yaranır ki, sadəlövh insanları tez aldatmaq olur. Yəni, burada da bu artıq Ənsar ki, birinci səhvə yol verib, özlərindən xilafət seçmək istəyirdilər. Birinci səhvləri bunu dedi. İkincisi, mühacirlərin gəlib bu addımı atması. İkinci səhv burada oldu. Üçüncüsü də ki, artıq mühacirlərdən olan Əbu Bəkirin bu cür dəlil gətirməsi artıq bunu onu göstərir ki, burada artıq şər'i xilafət eşqində olmayıb bunlar. Burada şər'i xəlifə seçmək bəhsi deyildir. Burada artıq tayfa, yəni qəbilə, mühacir və ənsar arasında olan rəqabətlər idi ki, artıq bunlar istəyirdilər ki, o şər'i xəlifəni fikirləşmədilər, qoydular kənara, artıq öz tayfalarından bir şəxs seçsinlər. Burada da artıq təbiidir ki, bəzi müğaltı olan səbəblər, bəzi yalanlar, bəzi insanlar o mühiti yaratması səbəb olur ki, bəzən
o digər şəxsin dəlillərinə, sübutlarına inana Bəli. bilər. Aha. Sadəlövhlük eləyirlər Düz, bəzən. düz. İstişarə siz gözəl qeyd etdiniz. İstişarə xəlifənin fikirləşən o ora yığışardı ki, Bəli, əvvəla. yığışmazdı o sonra. Bəli. Bəli. İkinci dəlil isə bundan ibarətdir ki, bilirsiniz, ikinci məsələ isə budur ki, biz keçən dəfə buna işarə elədik ki, Əbu Bəkirə Səqifədə bir neçə nəfər beyyət eləyəndən sonra, bilirsiniz, Ömər Səqifədən Peyğəmbər məscidinə qədər Əbu Bəkirlə birlikdə yanına düşərək hey cəmaata bunu çatdırırdı ki, diqqət edin, diqqət edin. Cəmaat Əbu Bəkirlə beyyət elədi. Baxın, bu sözü deyəndən sonra cəmaat arasına gələndə burada bir iş gördülər. Burada bir qəbilə var, Bəni Əsləm qəbiləsi. Bəni Əsləm qəbiləsi səhradan gəlmişdilər ki, Mədinədən azuqə özləri üçün cəm eləsinlər, qida məhsulları aparsınlar. Onlar səhrada yaşayırlar. Gəldilər ki, bəs bunlar burada bir işlərin görsünlər. Ömər ibn Xəttab bunlara bir təklif irəli sürdü. Bunları bir sözlə ələ aldı. Bunlar böyük bir tarifə idilər. Bunlara dedi ki, əgər siz Əbu Bəkirlə beyyət etsəz, sizin azuqəniz pulsuz olacaq. Bax, bunları bu şirinləşdirərək bunları ələ aldı. Və bunlar özdə bir iş gördülər ki, birinci özləri Əbu Bəkirə beyyət etdilər. Bəli. İkincisi isə bunlar tayfalıqla töküldülər Mədinənin küçəsinə. Başladılar, kimi görürdülər, Əbu Bəkirin xilafətin təyid edirdilər və onları digər şəxslərə təbliğ edirdilər və Bəli. kimi görürdülər, elə demək olar ki, onun əlini tutub gətirib Əbu Bəkirin əlinin üstünə qoyurdular ki, beyyət eləsin. Baxın, Ömərin ikinci işi bu oldu ki, burada özü ki, bu işi görürdü heç, hətta Bəni Əsləm qəbiləsin pulla, yəni onlara bu təklif irəsi, onları bir şirinləşdirərək bunlara deməsi ki, azuqəniz pulsuz Bəli, olacaq, pulsuz götürməyəcək. Bunlar artıq səhradan gəlmiş avam cəmaat idilər. Bunlar tayfalıq. Hətta bəzi tarixdə var ki, Ömərin öz sözüdür. Ömər deyir ki, mən heç inanmazdım ki, bu hadisə bu tezliklə baş verəcək. Amma deyir, bunların bu işləri bizim işimizi çox yüngülləşdirir. Baxın, bu Əl-Cəmil Şeyx Mufidin 43-cü səhifəsində kitabında bu gəlib bu hadisə və Təbəri tarixinin 1-ci cildinin 1843-cü səhifəsində gəlib. Ömərdən belə bir söz var, buyurur ki, Ma ayqantu bin nəsri hətta caət əslamu fəmə'ləət sikəkəl Mədinə. Deyir, mən deyir, heç bu qədər yəqinliyim yox idi bizim qələbə çalmağımıza. Yəni, Əbu Bəkirin belə bir tez bir zamanda xəlifəliyi təyin olunması, təsbit olunması, buna mən heç bu qədər də yəqinliyim yoxdur. O zamana kimi, deyir, Bəni Əsləm qəbiləsi gələnə kimi. Bəni Əsləm qəbiləsi gələndən sonra bu həmən şəxslər Əbu Bəkirə beyyət etdilər. Nə ilə? Ömərin şirinlikləndirməsi məsələsi ilə. Və onlar hətta küçələr görsün, buyurur ki, fəmələət sikəkəl Mədinə. Mədinə küçələrini hətta doldurdu bunlar. O qədər doldular ki, bir yavaş-yavaş Əbu Bəkirin xilafəti belənçi başladı güclənməyə doğru getdi. Üstad, burada həqiqətən də çox qəşəng nöqtələr var bir neçə dənə. Elə indiki zamanımızda da biz onu çox rahatçılıqla müşahidə edirik ki, elə qeyd etdiyiniz məsələdə aydın olur ki, bir növ zalimların, qəsbkarların hökumətinin sürməsi üçün, irəli getməsi üçün cahil və avam cəmaatın çox böyük rolu var. Ki, indi də biz bunu müşahidə edirik. Zalimlar həqiqətən də avamların cəhalətindən istifadə edirik. Öz hökumətlərinin bünövrəsini çox qəşəng şəkildə möhkəmləndirirlər. Və bunları qabağa verərək, qeyd etdiyiniz kimi, biraz da ciblərini dolduraraq bunları salırlar meydana. Sözün haqq sözü deyən insanları da heç hökumət bəzən bir şey eləmir. Məsələn də indi o vaxt Əbu Bəkirin ya başqalı hökumət, ya indinin özündə də hökumətin işi yoxdur. Elə avam cəmaat özü haqqı deyənlərə qarşı çıxıb elə cəmaatın səsini boğurlar. Bilirsiniz, o ikinci mərhələdədir artıq ki, o məsələdə cəmaatı ibtida bu yolla ələ alırlar. Sonra isə artıq cəmaat bu işə aludə olur və bu mühitdə artıq formalaşırlar. Ona görə bu vəziyyət olur. Ona görə də həmişə tarix boyu xilafət dövründən ta bugünkü günə qədər buna deyirlər tətmi.
Yəni tamahlandırmaq, Aha, nə bəli, iləsə bəli. pulla ələ almaq. Pulla ələ almaq. İki formada pulla ələ almaq var. Biri var, avam cəmaatın öz tutumuna uyğun formada pulla ələ alırlar. Onu qarnı ilə, yüngül və Bəli, sair bəli, vasitələri ilə, məsələn, qida məhsulu ilə onlara vədə verərək onu ələ alırlar. O Düz. cümlədən bayaq dediyimiz bu Bəni Əsləm qəbiləsi. Bəni Düz. Əsləm qəbiləsinin elə azuqələrinin pulsuz olması ilə Bəli, əlaqədar bəli. bunları tez ələ ala bilirlər. Amma ikinci buna da tətmi deyəndə yenə pulla ələ almaq vaxtında burada artıq ikinci xas insanlardır ki, Bəli. bunlara artıq ya vəzifə ilə, yuxarı səviyyəli vəzifə ilə əldə alırlar və yaxud bunlara nəsə pul da verəndə kütləvi formada. Miqdarı çox olur da, bəli, bəli. Yəni daha da öz hər bir şəxsin tutumuna uyğun Bəli. onlara bu vəzifə ilə tamahlandırırlar. Evet, onlar 5-10 manatdan aldatmaq olmaz. Bəli, Yəni, bəli. böyük pul verirsən. Bilirsiniz, Əli əleyhissalam hələ Peyğəmbər sallavatullahın bu üçüncü dəlildə o xas bəzi insanları ələ almaq Bəli, barəsindədir. Bəziləri ələ alındı, bəziləri alınmadı. Baxın, Peyğəmbər sallavatullahın hələ dəfn olmamışdan öncə Abbas ibn Abdülmuttalib, Bəli. İmam əleyhissalamın əmisi. Bəli. Orada İmam Əli əleyhissalama bəzi sözləri deyir ki, bəs qəbul elə filan, bəs məkan, qoy görsünlər ki, sənin əmin beyyət elədi və cəmiyyət də gəlsinlər sənin ardınca. Mənim o işim yoxdur məsələdə. Amma bu beyyət eləməmişdi. Abbas ibn Abdülmuttalib beyyət eləməmişdi. Ona görə də iki nəfər mühüm məsələ burada beyyət eləməmişdilər hələ. Biri Abbas ibn Abdülmuttalib, biri də Əbu Sufyan idi. Bəni Üməyyənin başçısı. Bunlar gördülər ki, xeyr, bunlar beyyət eləmədilər, başladılar bunların ardınca gəlməyə, bir-bir bunlara ələ gəlməyə. Abbas ibn Abdülmuttalib'i ələ gətirə bilmədilər, amma Əbu Sufyanı gətirdilər ələ. Necə? Abbas ibn Abdülmuttalibin yanına gələrək ona buyurdular ki, eşitmişəm sən bizimlə beyyət etmirsən və bizə qarşı etirazın var. Amma bu işi görmə. Gəl həm etiraz eləmə, həm də bizə beyyət elə ki, bizdən sonra bu xilafət sənə də çatsın, sənin evladlarına çatsın. Bu nə deməkdir? Yəni, bizimlə gəl həmkarlıq elə ki, növbə ilə bizdən sonra sənin evladların da bu hakimiyyətə gələ bilsinlər. Baxın, burada deyirlər ki, Əbu Bəkir gəldi bir neçə nəfərlə. Gəldi Abbasın yanına, buyurdu ki, cəmaat məni müsəlman olaraq seçib. Baxın, burada gör necə müdaxilə edir, söhbəti necə söz deyir. Demir, ha, mən getdim, özümü xəlifə olaraq sırıdım. Deyir, cəmaat məni xəlifə olaraq seçib. Bu birinci bəs. Və mən də bu məqamı qəbul elədim. Cəmaat seçdi, mən də qəbul etdim. Halbuki biz əvvəlki verilişlərdə buna işarə elədik ki, Əbu Bəkir özü getdi, özü bəyan elədi ki, mütləqdir ki, Qureyşdən olmalıdır. Və sonra da özün bir sözlə orada möhkəmləndirərək xilafətə gəldi. Sonra indi isə buyurur ki, mənim qulağıma çatıb ki, sən mənim bu mövzuda xilafət bəhsimi qəbul eləmirsən və hətta müsəlmanların əleyhinə, əksin olaraq söz deyirsən. Yəni, müsəlmanlar artıq qəbul edib, sən isə bunu qəbul etmirsən. Və o bəzi insanlar ki, qəbul etmirlər, sənə pənah gətirirlər. Sənin kənarına gəlirlər ki, sən onu qəbul etməmsən, bunlar da qəbul etmir. Sən də başqaları kimi bu rəyi qəbul elə, yəni gəl xilafəti qəbul elə və o cəmaat ki, səninlə bərabər, sənin ardınca gəliblər, sənə pənah gətirir, onlar da qayıtsınlar. Sonra isə nə deyir? Bizim hədəfimiz bu işdə budur ki, səni şərik qərar verək xilafətdə. Xilafətdə səni qərar verək ki, nə? Ta o zamana kimi sənin evladlarında bu xilafətdə payları olsun. Öz payları olsun. Əbu Bəkir gəlir bu işlərlə istəyir bunu əldə eləsin. İndi Abbas nə deyir? Abbas ibn Abdülmuttalib bunlara görür ki, artıq buna qarşı bu sözləri deyirlər. Başlayırlar bunları artıq ələ gətirməyə. Və buyurur ki, əgər siz Peyğəmbərə yaxın olaraq bu xilafəti əldə etməsinizsə, bizim haqqımızı qəsb eləmişsiniz. Yəni, sizdən də yaxın bizik. Əgər bu ünvanda gəlmişsinizsə, bu adla gəlmişsinizsə, məsələn, biz Qureyşdənik, Peyğəmbərin yaxınları yox, biz xəlifə olmalıyıq, biz imam olmalıyıq,
Siz peyğəmbərin haqqını, yaxınların haqqını Qəsb edirsiniz. qəsb Bəli. eləmisiniz. Biz ondan da yaxınıq. Bizim haqqımızı qəsb eləmisiniz. Və əgər buradan deyirsiniz ki, möminlər sizə bu məsələni veribsə, yəni bu səlahiyyəti möminlər sizə veribsə və sizə beyət edibsə, və buyurur ki, biz də elə o möminlərdənik. Bu mənsəbi, bu xilafəti biz sizə verməmişik. Aha. Baxın, qəşəng məntiqi Bəli, dəlildir. bəli. Burada baxın, Abbas ibn Abdülmuttalib düşünən adamdır. İmam Əli kimi şəxsiyyətin kənarında olan adamdır. Əvvəl peyğəmbər bu sadə löf deyil. Qəşəng dəlili, məntiqi dəlil gətirir. Bəli, bəli. Amma ənsardan olub bəziləri o sadə löf oldular, buna tez allandılar. Düzdür. Buyurur ki, əgər möminlər bu mənsəbi, yəni bu xilafəti sizə verdisə, biz də möminləri bu xilafəti biz sizə verməmişik. Verməmişik. Sən ki, gəl bu ümumi burada deyirsən. Bəli. Sonra isə o ki, bizə təklif edirsiniz ki, biz də bir hissəsin, yəni bu xilafətin bir hissəsinə biz də şərik olaq. Yəni sizdən sonra bizlərin də evladlarımız bu işə geçsiz. Bu qalsın sizin özünüzə. Bu sizin özünüzə qalsın. Bizə lazım deyil. Biz sizdən heç bir xilafət istəmirik. Və əgər bu xilafət möminlərdəndirsə, bu xilafəti möminlər sizə veribsə, sizin səlahiyyətiniz yoxdur. Aha. O xilafəti bizə verəsiniz. Düzdür. Baxın, gəlir dəndir, sonra isə buyurur ki, ondan sonra bu xilafət bizim haqqımızdır. Yəni Bəni Haşimin haqqıdır. Bunu da bölməyə sizin ixtiyarınız yoxdur. Bu xilafəti, xəlifəliyi bölməyə biz heç vaxt razı deyilik. Aha. Abbas ibn Abdülmuttalib buna razı olmadı. Bunu əldə eləyə bilmədilər. Amma ikinci şəxs ki var idi, bu münafiqlərin başçısı Əbu Sufyan, yəni Bəni Umayyə başçısı. Bu da beyyət etməmişdi birinci. Kənarda idi. Gəldilər Əbu Sufyanın yanına. Əbu Sufyana bir təklif verdilər. Dedilər ki, Əbu Sufyana buyurdular ki, nə qədər zəkat yığılar və mal yığılacaq, bunların hamısını sənə veririk. Əgər sən gəlib bizimlə beyyət etsən, nə qədər zəkat yığılır, bunun hamısını sənə verəcək. Bu birinci. İkincisi də onun bir oğlu vardı, Zeyd ibn Əbu Sufyan. Dedi ki, bunu da Şama vali olaraq təyin edəcək. Hakim qərar verəcək. Ora məmur olacaq. Əbu Sufyan da bunu qəbul elədi və bunun baxımından orada bundan sonra nə qədər zəkat bəhsi var idi ki, Beytülmala aid olan zəkat bəhslər ki, yığılırdı. Peyğəmbər sallallahu əleyhi onun hamısı Peyğəmbərin dövründə Peyğəmbərə gətirildi və Peyğəmbər bildiyi özü Allahın əmri ilə haram məsləhət bilirdi. Ora sərf edildi. Amma Əbu Bəkir və Ömər, bunlar Əbu Bəkirin, yəni xilafətin möhkəmlənməsi üçün, bunlar artıq o Beytülmala gələn, yəni Peyğəmbərə çatan o zəkat ki, Peyğəmbər onları fəqir füqara, digər yerlərə xərcləyirdi. Bunu artıq şəxsi malı olaraq, baxın, öz vəzifələrinə möhkəmləndirmək üçün, hətta Allahın təyin elədiyi zəkat, bu malın da yığılmasını Allah təyin eləyib və o malın da hara xərclənməsini yenə də Allah təyin eləyib. Peyğəmbər salavatullaha da bunu yığırdılar, verirdilər və Peyğəmbər də lazım olan yerə sərf edirdi. Amma bunlar nə elədi? Öz xilafətlərinin möhkəmlənməsi üçün tamahkarlıq ünvanında Əbu Sufyanı şirnikdirərək, Əbu Sufyana bu zəkatın yığılmasını təkid elədilər və ona təklif elədilər. Əbu Sufyan bunu qəbul elədi və onlara beyyət elədi və onun da böyük oğlu olan Zeyd ibn Əbu Sufyanı Şama, o vaxt o dövrdə Şamat gedirdi də, 4 ölkə idi. Bu Şama vali təyin etmək üçün, rəhbər təyin etmək üçün bunu qəbul elədi. Bu üçüncü bəhs idi. Ustad, çox gözəl nöqtələrdir. Həqiqətən, yəni çox belə deyək də, bir çox müsəlmanın xəbəri olmayan incə nöqtələr də burada qeyd edirsiniz. Allah razı olsun. Belə bir sual da vermək istəyirəm. Bu ki, əvvəldə qeyd etdiniz, yəni Beytülmalı bir növ şəxsiləşdirdilər. Bu öz yerində ki, bu səhv ediblər, o ayrı bir məsələ. Bəs bunların Əbu Sufyanın beyyətinə, yəni bu qədər ehtiyacları var idi ki, hətta Beytülmal ki, bir növ İslam iqtisadiyyatının əsas gəlirlərindən biri idi. Yəni belə bir böyük gəliri olan bir şeyi
Əbu Sufyana təklif eləyirlər ki, sən bizə beyyət edəsən və hətta sənin oğlunu da belə deyək də hansısa bir şəhərə icra başçısı qoyuruq. Bu nə idi bu? Baxın, burada biz 2 nəfərin adını çəkdik. Abbas ibn Abdülmuttalib. Bəli. Buna bir sözlə qırmaq atmaq deyirik də. Bunu Bəli, əldə etməklə bunlar nə eləmək istəyirdilər? Bunlar onu əldə etmək istəyirdilər ki, Bəni Haşimin tanınmış bir şəxsidir. Aha, Bilir ki, Əleyhisselam bəli, başqa bəli. bir şəxsiyyətdir. Əbdülmuttalibin oğlu məsələn Abbas bu da böyük şəxsiyyət idi. Düz. Amma Əleyhisselamın kənarında başqa bir şəxsiyyətdir. Bəli. Amma Əleyhisselama əl ata bilmədikləri üçün gəlmişlər Abbasın üstünə ki, Abbası tanınmış şəxsdir. Bunu biz əldə etməklə Bəni Haşimi dünyada neyniyək? İnsanlar arasında həm qaralayaq, həm də cəmiyyətə çatdıraq ki, hətta Bəni Haşim də bizə beyyət elədi. Bəli. Bunlar öz xilafətlərinə şər'i və qanuniləşdirmək üçün bu addımı atırdılar ki, hətta Bəni Haşim də qəbul etdi. Əgər bizim xəlifəliyimiz, xilafətimiz şər'i olmasaydı, Bəni Haşim beyyət etməzdi. Bəli. Bu cəhətdən. Amma ikinci cəhətdən də Əbu Sufyan bəhsi. Əbu Sufyan üstə niyə gəldilər? Çünki Əbu Sufyan tanınmış bir şəxsiyyət idi. Əbu Sufyan Bəni Üməyyənin başçısı idi, tayfa başçısı idi. Bu Məkkədə də olanda, müşrik başçısı da olanda o dövrlər ən tanınmış. Nüfuzlu bir adam idi. Nüfuzlu bir şəxsiyyət idi, sözü keçərli. Sonra da zahirdə Məkkənin fəthindən sonra zahirdə İslam dinini qəbul edəndən də sonra Bəni Üməyyənin başçısı idi. Çünki o dövrlər bilirdilər ki, bu beyyət etməsə Bəni Üməyyənin də əksəriyyətinin beyyət etməsi sual altında olacaq. Və onun da öz tamahkirlığından, o hiyləgərliyindən bunu istifadə edərək bunu əldə edədilər. Bu üçüncü məsələ. Dördüncü məsələ isə bundan ibarətdir ki, bilirsiniz, bu çox mühüm məsələdir. Hər kəs Əbu Bəkirin xilafətin qəbul etmirdisə, onlar buna irtidad, yəni murtədd adı verirdilər. Baxın, bir tərəfdən tətmi edirlər də, yəni onu tamahla, pulla, vəzifə ilə alırdılar. İkinci tərəfdən isə artıq bəziləri onun xilafətin qəbul etməyəndə buna deyirlər irtidad, yəni onlara murtəd damğası vururdular ki, onlar dindən çıxıb Əbu Bəkirin xilafətin qəbul etməyən artıq murtəddir. Yəni dindən çıxmışlar. Bəli, dindən çıxmış qələmə verirlər. Odur ki, əgər icazə verirsiniz, bu mövzu qalsın gələn verilişlər. Əgər vaxt azdırsa, bu geniş bir mövzudur, qalsın gələn verilişdə inşallah bu arada söhbət. Bəli, Ustad, inşallah. Vaxtımız üçün azdır. Əgər yarımçıq qalacaqsa, elə gələn verilişə qalsa yaxşıdır. Hər halda Ustad, həqiqətən də çox maraqlı, lazımlı, dəqiq nöqtələr idi ki, bura kimi qeyd etdiniz. Allah köməyiniz olsun. İnşallah elə bu maraqlı mövzunun davamını da gələn verilişimizdə danışarsınız yenə. Allah sizdən razı olsun. Təşəkkür edirik. Var olasınız. Sağ olun. Bəli, hörmətli izləyicilər, bugün də bizə ayrılan vaxtın sonuna gəldik, çatdıq. Allah Teala ustadın elminə, ömrünə bərəkət versin ki, bu cür tarixi, dəqiq nöqtələri bizim üçün bəyan edir, izah edir, gözəl şəkildə təhlil edir. Həqiqətən də bir çox müsəlmanların bəlkə də xəbəri olmayan məsələlərdir. Bəli, bu məsələlərdən bir çoxlarımızın ümumi şəkildə xəbəri var, amma orada gedən incəlikləri, xırdalıqları bir çoxları bilmir və burada ustadımız bunları çox gözəl şəkildə izah edir və siz əzizlərin də bir növ boynuna düşən vəzifə budur ki, digər müsəlman bacı qardaşlarla bunları paylaşın ki, onların da tarixi həqiqətlərdən xəbərləri olsun ki, necə Əmir əl-Mömininin haqqı qəsb olunubdur. Allah Teala bizləri daim Əhl-i Beyt yolunda sabit qədəm olanlardan qərar versin inşallah. Gələn verilişlərimizdə görüşənədək sağ olun, salamat qalın.